9'lar, yenidən xoş gördük sizləri. Deməli, çoxdandır 1-2 gün olar paylaşmıram mizah videoları. Üçbucaqların qalan hissəsinə davam edək. Başlamamışdan qabaq ən önəmli olaraq kanala abunə deyilsinizsə abunə oluruq. Qonum-qonşuda abunə olmayan qalıbsa abunə edirik. Videoları bəyənirik, bundan əvvəlkiləri də. Və rəylər yazırıq, fikirlərimizi bildiririk. Fikirlərdə sərbəst. Aha, deməli, bismillah, 141'ə baxaq. 141-ci sualda nə deyir? 141-ci sualda deyir ki, belə bir üçbucaq verib, bizdən, gəlin elə bunun üzərində eləyək burada. Bir də şəklini çəkməyək. Adı tənböləndir. Uşaqlar, adı tənböləndir. ABC 60 dərəcədir. Düzdür? A, D, B bucağını soruşur. A, D, B. Baxın, bu bucağı bizdən soruşur. Burada bu xəttlər bir-birinə bərabər olduğuna görə, buna mən bərabər yanlı üçbucaq desəm, bura X desəm, burada X olur. Bərabər yanlı üçbucaqda oturacağı kiçik bucaqlar bərabər olur. Onda avtomatik burada X-dir, çünki bu xətt tənböləndir. Düzdür? Onda üçbucağın daxili bucaqları nə olur? 2x burada, x burada, 60 da burada. 2x plus x plus 60 bərabərdir 180'ə. Buradan 3x bərabərdir 120'yə, x bərabərdir 40'a. X 40'dırsa burada 40'dır, burada 40'dır. Məndən bu xarici bucaq soruşduğuna görə üçbucağın bir təpədən xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Deməli 80 dərəcədir. Cavab olur A variantı 141'də. 142-ci çalışmada nə deyir? ABC üçbucağında AB bərabərdir BC, yəni bərabər yanlıdır. BD mediandır. Mediandırsa həm tənbölən, həm də hündürlüydür. Çünki bərabər yanlı üçbucaqda bu qayda belədir. ABD-nın perimetri 22'dir. ABD. Baxın, ABD. Söhbət bundan gedir. Bunun perimetri 22'dir. ABC-nin perimetri isə 28'dir. Bizdən BD-ni soruşur. Baxın, əgər biz ABD-nın tərəflərini işarələsək, bura X desəm, bura Y desəm, burada M desəm, düzdür? Onda X plus Y plus M bərabər olur nəyə? 22'yə. Digər tərəfdən ABC üçbucağında, onda burada M-dir. Niyə? Çünki bərabər yanlıdır. Burada X-dir. Niyə? Çünki bu həm tənbölən, həm median, həm hündürlüydür. Yəni yarı bölüb qarşı tərəf. Onda ABC üçbucağın perimetri də 2x və 2m olur. Yəni bunu toplayanda 2x plus 2m verir bizə. Bərabər neçəyə? 28'ə. Buradan hamısını 2'yə bölsəm, x ilə m-in cəminin 14 olduğunu görürüm. Gətirib burada x ilə m-in əvəzinə 14 yazsam, yəni burada x üstə gələk, m üstə gələk, y varaq, bərabərdir 22. Bunun yerinə 14 yazsam, 14 üstə gələk, y bərabər olacaq 22. 22. Buradan y bərabər olacaq 8'ə. Yəni BD 8 cm olmuş olacaq. Cavab olacaq B variantı 142-ci sualımızın cavabında. 143-cü sualımız. Perimetri 24 olan bərabər yanlı üçbucağın oturacağı 4 olarsa yan tərəfini tapın. Sadə sualdır. Perimetri 24'də oturacağı əgər bunun 6'dırsa, onda 24'dən çıxıram 6'nı, qalır 18. Bu iki tərəfin cəmi 18 olduğuna görə 18'i bölürəm 2'yə, bərabər olur 9'a. Yan tərəf olur 9. D variantı. Bərabər yanlı üçbucağın yan tərəfi bir-birinə bərabər olur. 144-cü çalışmada bərabər yanlı üçbucağın perimetri 53 və oturacağı 17'dir. Yan tərəfində eyni şeydir. 53'dən çıxacaqsınız 17'ni, qalacaq 36. 36'nı da böləcəm 2'yə, cavab olacaq 18. Cavab olacaq D variantı 144-cü sualımızın cavabında. Növbəti sualımız 145-ci sual. 145-ci sualda deyir ki, perimetri 60 olan bərabər yanlı üçbucağın oturacağını paralel. Gəlin baxaq. Perimetrin verib bərabər yanlı üçbucaqdır. Oturacağı paralel orta xətt yan tərəfdən 5 dəfə kiçikdir. Baxın, oturacağı paralel orta xəttdə mən x desəm, yan tərəf 5x olur. Niyə? Çünki yan tərəfdən 5 dəfə kiçikdir bu. Onda yan tərəf bundan 5 dəfə böyükdür.
Onda bu biri yan tərəfdə 5x-dir. Bu orta xəttisə oturacaq 2x-dir. Beləcə perimetr nə olur? 12x bərabərdir 60. X bərabərdir 5-ə. Oturacağı deyir tap. 2 vuraq 5. Cavab olur 10. B variantı. 145-ci sualımız. 146-cı suala baxaq. Deməli, bərabər yanlı üstücağın oturacağına çəkilmiş hündürlüyü 2 cm. Gəlin bir bərabər yanlı üstücaq çəkək. Bu üçbucağın oturacağına çəkilmiş hündürlük nə qədərdir? 2 cm olub yan tərəflə 60 dərəcəli bucaq əmələ gətirir. Baxın, bu 60 dərəcə, bunu deyil mənə. Yan tərəf budur axı. Yan tərəflə 60 dərəcəli bucaq əmələ gətirir və hündürlüyü də 2 cm. Onda bu bucaq neçə dərəcə olur? Təbii ki, 30 dərəcə. 30 dərəcəli bucağın qarşısındakı katet 2-dirsə, onda hipotenuz 4-dür. Yəni yan tərəf 4-dür. Təbii ki, burada 4-dür. Bu üçbucağın oturacağını soruşur. Yan tərəf lazım deyilmiş. Baxın, 30-un qarşısındakı katet 2-dirsə, 60-ın qarşısındakı katet onun kökdə 3 mislidir. Yəni 2 kökdə 3-dür. Amma bu oturacağın yarısıdır. Burada 2 kökdə 3 daxil. Onda bütöv oturacaq 4 kökdə 3 santimetr olmuş olur. Cavab olur B variantı 146-cı çalışmamızda. 147-ci çalışmamız. Bərabər tərəfli üçbucağın hər bir tərəfini 20% artırsaq, perimetri necə dəyişər? Elə perimetri də 20% artar. Niyə? Baxın, A. Belə idi. Perimetr 3A olurdu. 20% artıranda bu üçbucaq biraz böyüyür. 20% artıranda olur 1/2A, 1/2A. Bu da olur 1/2A. Yox. 60% imiş, görürsən, yazmaq lazım imiş. Yəni, təzə perimetr P yoxsa? Yox, elə düz demişik. Toplayanda nə olur? Toplayanda olur, deməli, 1/2A, 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 3 olur 3/6 nə? A. Baxın, əvvəl 3A idi, sonradan oldu 3/6A. Nə qədər artıb? 0,6A artım var. Həmin bu artım əvvəlkinin neçə faizidir onu tapmaq lazımdır. Yəni 0,6A bölünsün 3A vurulsun 100. Düz demişəm. A'lar gedir, 60'ı da 3'ə böləndə olur 20%. Cavab eləyir. Neçə faiz artım olar? 20% olur A variantı. Belə. Neçənci sual idi bu? Deməli 47-ci sualımız, 147-ci sualımız. Növbəti sualımız 148-ci sual. 148-də deyir ki, belə bir üçbucaq vermişəm sənə. Yaxşı eləmişsən. Buradan bir dənə median çəkib, D hərfi ilə işarələyib. Üçbucaq özü ABC üçbucağıdır. Bununla bu bir-birinə bərabərdir. AB bərabərdir BC-yə. Yəni bu bərabər yanıdır. Yəni bura x desəm, burada x-dir. Onda bura 2x-dir. Düzdür. Sonra hələ gəl x-lə işarələməyim. Görək, axıracan oxuyaq, görək nə verir bizə. Deməli, AB bərabərdir BC, bunu bildim, bərabər yanlıdır. AD mediandır, bunu da bildim. AB üstə gələk CD 9'dur. CD. Tamam, lazımdır. Bax, bura x deyirəm, bax, bura x deyirəm. Burada x, onda bura 2x olur, çünki bərabərdir bir-birinə. AB 2x-dır, CD nədir bəs? O da x-dır. Toplayanda nə eləyir? 9. 3x bərabərdir 9'a, x bərabərdir 3'ə. Onda belə çıxır ki, bu 3'dür, bu da 3'dür, bu 6'dır. Tamam, əla. Deyir, AC üstə gələk CD 8'dir. AC üstə gələk CD. Mən deyəsəm BD. Burada BD imiş. Eyni şeydə onsuz da, burada BD imiş. Elə BD də x olduğuna görə yazdığımız doğrudur. Yəni bu da zaten x olduğuna görə yazdığımız doğrudur. Aydındır. AC üstə gələk CD-dir 8'dir. AC-ni bilmirəm, amma CD-ni tapmışam ki 3'dür. Bərabər 8, buradan AC bərabər olur 5'ə. Cavab olur nə variantı? E variantı 148-ci sualımızın cavabı. Növbəti sualımız 149. Deməli uşaqlar 149'da da yenə bundandır. Yəni burada texniki səhv eləmədən daha səliqəli eləyim sizin üçün. Buradan bir median çəkib
D-dir, yenə A-dır, B-dir, C-dir. Uşaqlar, AB yenə də BC-yə bərabərdir. AB üstə gələk BD 12-dir. Baxın, bax, bura x desəm, burada x-dir. Çünki mediandır bu. Burada 2x olur. AB 2x-dir, BD x-dir. Cəmsi 12-dir. 3x bərabərdir 12-yə, x 4-dir. Onda bura 8-dir, bura 4, burada 4-dür. Düzdür. Təzədən AC üstə gələk CD 9-dur. AC-ni bilmirəm, amma CD 4-dür. Bərabər 9, buradan AC bərabərdir 5-ə. Cavab olur B variantı 149-cu sualımızda. 150-ci suala baxaq. 150-ci sualda deyir ki, bərabər yanlış tutan oturacağı biçik bucaq təpə bucağını tapın. Bu da sadə sualdır. Oturacağı biçik bucaq hərəsi 40-dırsa, onda bunlar cəmsi 80 eləyir, təpə bucaq olur 100 dərəcə. Çünki üç bucağın daxili bucaqlarının cəmsi 180 dərəcədir. 151-ci çalışma. Bərabər tərəfli üç bucağın perimetri 72-dir. Bərabər tərəfli üç bucağın bütün tərəfləri eyni olduğuna görə 72-ni bölürəm 3-ə, cavab eləyir 24. Tərəflər hər biri 24-dür. Deyir, orta xəttini tap. Orta xətt hansı tərəfə çəkilibsə paralel, onun yarısı olur. Yəni 12 olur. Üç bucağın da bərabər tərəfli olduğuna görə hansı orta xəttdə olsa 12 olacaq, fərqi yoxdur. Cavab eləyir C variantı. 152-ci çalışmamız. Perimetri 78 olan bərabər yanlı üst bucağın yan tərəfi oturacağından 24 cm böyükdür. Baxın, yan tərəfi oturacağına x desəm, yan tərəf 24 plus x-dir. Onda burada 24 plus x-dir, çünki yan tərəflər bərabər olur. Bunların üçünün cəmsi perimetrdir. Yəni 24 plus x plus 24 plus x plus x oturacaq bərabərdir 78-ə. 48 plus 3x bərabərdir 78-ə. 3x bərabərdir 30-a. X bərabərdir 10-a. Oturacağı neçə santimetrdir? Cavab olur E variantı 152-ci çalışmamızda. 153-cü çalışmamıza baxaq. Deməli, 150 neçənci çalışmaya baxırıq? 3-cü çalışma. 153-cü çalışma deyir. Bərabər yanlı üç bucağın xarici bucaqlarından biri 84-dür. Bərabər, necə üç bucağın? Bircə dəqiqə. Bərabər yanlı. Tamam. Baxın, bərabər yanlı üç bucağın xarici bucaqlarından biri 84. Mən oturacaqdakı xarici bucağa 84 deyə bilmərəm. Niyə? Çünki bu olur, onda 96. Düzdür? Onda bu da 96 olur. Oturacağı biçik bucaqlar bərabərdir axı. Belə olmaz axı. Bu ikisinin cəmsi 180-i vurdu, keçdi. Onda deməli o 84 təpədən xarici bucaqdır. Yəni buradakı xarici bucaqdır və buradakı xarici bucaq 84-dür. Onda buradan daxili bucaq 96-dır. Bu daxildəki bucaqlar isə ikisi də 42-dir. 42-42-dir. Aydındır. 96, 42, 42 cavab olur A variantı. 53-cü çalışmamız. 154-cü çalışmaya baxaq. 154-cü çalışmada nə deyir? Bərabər yanlı üst bucağın oturacağının kiçik bucağın təpə bucağından bərabər yanlı üst bucaqdır. Oturacağı kiçik bucaq təpə bucağından 30 dərəcə böyükdür. Yəni təpə bucağı x-dırsa bu x plus 30-dur. Onda təbii ki bu da x plus 30-dur. Çünki oturacağı kiçik bucaqlar bərabər. Toplayanda 3x plus 60 bərabərdir 180-ə. 3x bərabərdir 120-yə. X bərabərdir 40-a. Təpə bucağını tapın. Elə x ilə təpə bucağını işarələdiyimə görə təpə bucağı olur 40 dərəcə. 155. 155-də deyir ki, bərabər yanlı üst bucağın oturacağı 9 cm. Bərabər yanlı üst bucağın oturacağı 9-dur. Perimetri 31-dir. Onda 31-dən çıxıram 9 qalır 22. 22-ni də bölürəm 2-yə, bərabər olur 11. Yan tərəf deməli nədir? 11-dir. Yan tərəfin uzunluğu neçə santimetrdir? Cavab olur D variantı. 156-cı çalışmamız. Bərabər yanlı üst bucağın oturacağı 7-dir. Perimetri 23-dir. 23-dən çıxıram 7-ni qalır 10. Neçə? 6. 16-nı da bölürəm 2-yə, olur 8. Yan tərəfi 8-dir. Deməli, cavab olur D variantı 156-da. Deməli, 157-yə baxaq. 157-ci çalışmamızda deyir ki, bərabər yanlı üst bucağın oturacağına paralel olan orta xətti ilə yan tərəfin cəmsi, baxın,
Bərabər yanlı üçbucaqda oturacağa paralel olan orta xətti ilə yan tərəfin cəmi 24 sm olarsa, perimetri neçə santimetrdir? Bərabər yanlı üçbucağın oturacağına paralel olan orta xətti ilə yan tərəfinin cəmi. Hə, tamam, aydındır, nə aydındır? Bax, bunun yan tərəfinə A desəm, bu da A-dır. Bu orta xəttdə bura X desəm, burada 2X-dir. Düzdür? Perimetr, üçbucağın perimetri A üstəgələk A üstəgələk 2X olur. Yəni 2A üstəgələk 2X olur. Lap 2-ni ortaq vuruq kimi çıxarsam, A üstəgələk nə olur? X olur. 2 vuraq A üstəgələk X. İndi mənə deyir ki, bərabər yanlı üçbucağın yan tərəfi ilə orta xəttinin, 2 yan tərəfi yox ha. Bir yan tərəf və orta xəttin cəmsi 24-dür. Onda heç nə, perimetri tapanda 2 vuraq 24-ü hesablayacaqsam, o da olacaq 48, cavab olacaq D variantı. Növbəti sualımız 150, neçəyə baxdıq? Bircə dəqiqə görə neçəyə baxmışıq? 7-yə baxmışıq, 158-ə baxaq. Deməli, 158-də nədir? Oturacağı 32 və yan tərəfi, deməli, bir dənə bərabər yanlı üçbucaqdır. Oturacağı 32-dir və yan tərəfi də 20-dir. Onda burada 20-dir. Bərabər yanlı üçbucağın ağırlıq mərkəzindən oturacağı qədər, ağırlıq mərkəzi medianların kəsişmə nöqtəsidir. Buradan median çəkəndə bu həm tənbölən, həm median, həm hündürlük olur. Amma buradan median çəkəndə təkcə median olur. Həmin buradan bura qədər, tərəfə qədər bu qırmızı xətti istəyir bizdən. Düzdür? Çünki elə deyir də, 158 ağırlıq mərkəzindən oturacağı qədər məsafə. Bəli. Baxın, bu həm tənbölən, həm median, həm hündürlük olduğunu görə bura mən rahatlıqla deyə bilərəm 16. 16 yarı bölür. Pifagor terimi, bunu lap işarələyək. A, B, C, burada bir dənə D yazaq, 32 olan yeri. Baxın, BD-nin kvadratı Pifagor teoreminə görə üstəgələk 16-nın kvadratı bərabərdir 20-nin kvadratına. Buradan BD kvadratı bərabərdir 400 çıxılsın 256. Buradan BD kvadratı bərabərdir 144. BD olur 12. BD 12-dir. Yadımızda saxlamalı olduğumuz şey odur ki, medianlar təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünür. Yəni, mən bu 12-ni 2 bölək 1 nisbətində bölüb 1 payını götürəcəm. Buradan bura qədər. Bura O desəm, OD-ni tapmaq üçün mən 1 pay götürməliyəm. Bax, bunu. Onda nə edirəm? Mən 12-ni bölürəm 3-ə. Çünki 1-in 2, 2-nin 1-ə nisbətində bölürəm. Düşür 4. Onda bu 2 pay olana 8, 1 pay olana 4 düşür. Deməli, OD nə olur? 4. Cavab olur 4. 158-ci sualımızın cavabı olur D variantı. Maraqlı sual idi. 159-a baxaq. Deməli, 159-a deyir ki, bərabər yanlı üçbucağın oturacağına biçik xarici bucağı 115-dir. Gəl, baxaq görək bu necə baş verir. Oturacağa biçik xarici bucaq 115-dir. Onda bu daxili bucaq nə qədər olur? Təbii ki, 65 dərəcə. Onda bura nə qədər olur? 65 dərəcə. Toplayanda 130, bura nə qədər qalır? 50 dərəcə təpə bucağına. Bizə nə deyir burada? Bərabər yanlı, bizə deyir ki, onun bərabər tərəfləri arasında, yəni təpə bucağını soruşur da, biraz bərabər tərəflər arasındakı bucaq falan deyir, allatmaq üçün. Amma biz də təbii ki, allanmırıq, çünki biz savadlıyıq, Allah saxlasın. 160, 160-cı, aha, 162 dəfə baxdım, çox savadlıyıq, görürsünüz. 159 yazıb, 160-a baxdım. Onda bir dənə də 159 yazaq, 159. 159-da nədir? Bərabər tərəfli üçbucağın iki daxili bucağının tənböləni arasındakı iti bucaq tap. Bərabər tərəfli üçbucağın iki daxili bucağının tənböləni. Bu tənbölənlə bu tənbölən arasındakı iti bucağı soruşur. Bu tənbölən isə bura 30-30 olur. Onda burada 30-30 olur. Onda bu bucağa qalır 120 dərəcə. Bunun qonşusu da olur 60 dərəcə. Bitdi. İki qonşu tənbölən arasındakı bucaq olur 60 dərəcə. O da olur D variantı. 160-cı sualımızın cavabı. Növbəti sualımız 159-a baxdıq, daha doğrusu 160-a da əvvəldən baxmışdıq. 161. Müəllim, qatdın qarışdın rəqəmlər bir-birinə. Hətta rəqəm əvəzinə də deməliydim. Nəsə.
Olur hərdən, yəqin yaşla əlaqəlidir. 161. Bərabər yanlı üçbucağın oturacağı 12 sm. Gəl bir dənə bərabər yanlı üçbucaq çəkək. Deməli, bərabər yanlı üçbucağın oturacağı 12 sm. Bura 12-dir. Və bu oturacağa çəkilmiş hündürlük. Bu da 8-dir. Onda bura 6-dır, bura da 6-dır. Təbii ki, Pifagor üçlüyü yaranır. Bura avtomatik 10-dur. Burada 10'dur. Bizdən də perimetrini istəyir. 10 plus 10, oturacaq da 12, cavab eləyir 32. O da olur nə variantı? A variantı. Növbəti sualımız 162-ci çalışma. Üçbucağın iki hündürlüyü bu üçbucağın təpə nöqtəsindən kəsişir. Bu üçbucaq, bax, bunu nəzəriyyədən bilməlisiniz ki, əgər hansısa üçbucaqda hündürlüklər hansısa, hər hansı təpəsinə düşürsə üçbucağın, söhbət düzbucaqlı üçbucaqdan gedir. Baxın, bu düzbucaqlı üçbucaqdır. Bax, buradan, bu təpədən, lap yazaq A, B, C. B təpəsindən AC tərəfinə hündürlük çəkəndə zaten çəkilib. Yəni, tərəf həm də hündürlükdür. C təpəsindən AB tərəfinə hündürlük çəkəndə o da çəkilib. Yəni, AC tərəfi həm də hündürlükdür. A təpəsindən BC tərəfinə hündürlük çəkəndə bir dənə bu hündürlük fərqli görünür. Qalan hamısı üçbucağın düzbucaq təpəsində kəsişir. İki hündürlüyü bu üçbucağın təpə nöqtəsində kəsişir. Bu üçbucaq iki hündürlüyü yox, hətta üç hündürlüyünün üçü də bir təpə nöqtəsində kəsişir. Bu üçbucaq düzbucaqlı üçbucaqdır. Cavab olur C variantı. 162-ci çalışmamız. 163. İki avtomobil bir nöqtədən aralarındakı məsafə, aralarındakı bucaq 90 dərəcə. Hə, deməli, söhbət nədərdir? O, söhbət belə bir şeydir. Yol belədir. Yol var, 90 dərəcəli bucaq altında kəsişən yollar. İki dənə avtomobil bir nöqtədən aralarındakı bucaq 90 dərəcə var. Bu sürətlə düz xətlər boyunca hərəkətə başladı. Yarım saatdan sonra. Fikir verin. Birinci avtomobil, bu da ikinci avtomobil. Biri buradan çıxır, buradan. O biri də buradan çıxır. Biri belə gedir, yarım saat. O biri də yarım saat üzü bu tərəfə gedir. Yəni, bunların arasındakı bucaq 90 dərəcədir. Bu söhbətlər əsasən vektorda daha belə deyim, ətraflı araşdıracaq. Amma indi zaten bucağı 90 verir. Birinci avtomobil yazıram, burada yazıram ikinci avtomobil. Hər ikisi yarım saat gedib, yəni 0,5 saat. Düzdür, bu da 0,5 saat gedib. Birincinin sürəti nə qədər olub? 60 km/saat. İkincinin sürəti nə qədər olub? 80 km/saat. Gedilən yol necə tapılır? Sürəti zamana vurmaqla. 0,5-ə 60-a vuranda bu nə qədər gedəcək? 30 km. Bu biri nə qədər gedəcək? 40 km. Deməli, bu 30 km aralaşıb həmin nöqtədən. Bu ikinci isə neçə kilometr aralaşıb? 40 km. Yəni, biri gəlib təsəvvürlə bura çıxıb məsələn, o biri gəlib bura çıxıb. Biri A nöqtəsindədir, biri B nöqtəsində. Deyir, onlar arasındakı məsafə o, budur. Bunu necə taparam? Təbii ki, Pifagor teoremidir. Bura 90 dərəcə olduğuna görə. Onda katetləri 40-30 olan düzbucaqlı üçbucaq hipotenuzun nə olacaq? 50 olacaq, yəni 50 kilometr. Cavab olacaq B variantı. 163-cü çalışmamız. Növbəti çalışmamız 164-cü çalışma. Yenə də iki avtomobil aralarındakı bucaq 60. Hə, bu biraz fərqlidir. Bax, aradakı bucaq 60-dır. Biri belə çıxır, biri də üzü belə. Və bu bucaq da neçə dərəcədir? 60 dərəcə. Birinci avtomobil 60 km/saat. İkinci avtomobil 80 km/saat. Düzdür. Tamam. Bunu biraz bu yüzden çəkək. Aha. İndi nə qədər düz sürətlə hərəkət edilir? Nə qədər? 60 dərəcə altında sürətlə düz xətlə yarım saat sonra 0,5 saat bu gedib, 0,5 saatda bu gedib. Və bunun getdiyi yol 30 kilometrdir. 0,5-i 60-a vurdum.
Bunun getdiyi yol isə S1 deyək, buna da S2 deyək, 40 kilometrdir. Bax, təkrar deyirəm. Birinci avtomobil hardasa gəlib çıxıb buralığa, neçə kilometr gedib? 30 kilometr. A nöqtəsinə. İkinci avtomobil də gəlib çıxıb bura, B nöqtəsinə neçə kilometr gedib? 40 kilometr. Belə bir üçbucaq var əlimizdə və bu qırmızı parçanı, AB parçasını axtarırıq biz. Burada bir şey deyik. Düzdür. İndi mən bunu necə tapa bilərəm? Bunu bir neçə üsuldan tapa bilərsən. Bunu, əslində yuxarı sinif olsanız bunu mən kosinüs teoremi ilə falan taparam, amma sizə uyğun olaraq elə bilin ki, bu şəkli bir də aşağıda çəkirəm. Bir üçbucaq var əlinizdə. Üçbucağın bucaqlarından biri 30 dərəcədir. Bucaqlarından biri 60 dərəcədir. Bax, üçbucağı təzədən çəkirəm sizin üçün. Üçbucağın bu bucağı 60 dərəcədir. Bu 30 santimetrdir, bu 40 santimetrdir, 40 kilometr fikirləşin, fərqi yoxdur. Bizdən tələb olunur, bu 60-ın qarşısındakı tərəf var. Bax, bunun uzunluğunu tapaq. Mən də buna, orada yazdığım kimi CAB desəm, bax, buradan bir hündürlük endirirəm. Buradan hündürlük endirəndə, bura 60, bura onda olur 30. 30 dərəcəli bucağın qarşısında qat betonun yarısıdır deyirəm. Bax, buradan buracan olur 15. Bura bütöv 40 idi axı. 40-dan 15 çıxanda bura nə qalır? 40-dan 15 çıxanda təbii ki, bura qalır 25. İndi hündürlüyü də tapa bilərəm axı. Bax, bu hündürlüyü tapmaq olar. Düzdür, bax bunu. Necə taparam? Təbii ki, 30-un qarşısındakı 15-dirsə, 60-ın qarşısındakı olacaq 15 kökdə 3. Düzdür. İndi AB-ni rahatlıqla tapa bilərəm. AB-nin kvadratı bərabərdir 15 kökdə 3-ün kvadratı, üstə gəlinsin 25-in kvadratı. Buradan AB kvadratı bərabərdir. Bu 225 vurulsun 3 olur. 225-i də 3-ə vuranda eləyir. Neçə? 675 eləyir, səhv eləmirəmsə. 675. Üstə gələk 625. Buradan AB kvadratı bərabər olur 1200, o da 100, 1300. Bundan da kök alsam təbii ki olacaq 10 kökdə 13. O da olacaq A variantı. Çox maraqlı sual idi əslində 9-cu sinif üçün. 164-cü sualımız cavab olur A variantı. Belə. 165-ci çalışma. Üçbucağın bir xarici bucağı hansı aralıqda qiymət ala bilər? Üçbucağın bir xarici bucağı. Baxın. Hər hansı üçbucağın bir xarici bucağı. Baxır o nəyə? Bizcə deyil. Baxır o daxili bucağa. Yəni üçbucağın xarici bucağı hansı aralıqda qiymət ala bilər? Daxili, bir daxil, bərabər yanlı falan demirsə, daxili bucaq 0-dan neçəyə qədər? 180-ə qədər dəyişə bilər də. 180 ola bilməz, bir də 0 ola bilməz. Deməli, bu daxili bucaq 0-a yaxınlaşdıqca xarici bucaq 180-ə yaxınlaşacaq. Daxili bucaq 180-ə yaxınlaşdıqca xarici bucaq 0-a yaxınlaşacaq. Deməli, nə ola bilər? 0-dan 180 arasında qiymət ala bilər də xarici bucaqda. Daxili bucaq kimi. Bir-birinə qonşu bucaqda. Deməli, 166-da nə deyir? Belə bir üçbucaq verib, buradan bir hündürlük çəkib, üçbucaq A, B, C üçbucaqdır. Bununla bu bir-birinə bərabərdir. Bura 1-dir, burada 3-dür. Burada 90-dır. Deməli, bizdən AB-ni istəyir. AB-ni istəyir. Tamam, AB. Və buna X desəm, burada X. Deməli, bir də oxuyum. Hə, buna perpendikulərdə AB-ni deyir, tap. Nə eləyə bilərik burada? Hələ ki, ağlıma bir şey gəlmir. Deməli, orada X, burada X. Heç nə, Pifagor teoremini tətbiq eləyərəm. Bax, burada deyirəm bir dənə H. Mən bilirəm ki, H-ın kvadratı, üstə gələk 1-in kvadratı, bərabərdir X-in kvadratı. Düzdür.
Buradan h-ın kvadratı bərabərdir x kvadratı çıxaq 1. Bu birincisi. İkinci nə yaza bilərəm? Aha, yaza bilsəm, bizdə dəqiq, hara gedirsən? Deməli, uşaqlar, ikinci nə yaza bilərəm? Heç yedi o? 166, düzdür. İkinci də yaza bilərəm ki, İkinci də yaza bilərəm ki, bax, bu düzbucaqlı üçbucaqdan h-ın kvadratı üstə gələk x-ın kvadratı bərabərdir 3-ün kvadratı. Buradan yenə h-ın kvadratı bərabərdir 9 çıxaq x kvadratı. Bunlar hər ikisində h burada eyni şey olduğuna görə, onda bərabərliyin sol eyni olduğuna görə, bax, bu ifadələri bir-birinə bərabər götürə bilərəm. Yəni, x kvadratı çıxılsın 1 bərabərdir 9 çıxılsın x kvadratı. X kvadratını bu tərəf ataram, x kvadratı üstə gələk x kvadratı bərabərdir 9 üstə gələk 1. 2x kvadratı bərabərdir 10-a, x kvadratı bərabərdir 5-ə. Onda x da bərabərdir kök atdı 5. Bizdən də zaten x-i soruşurdu. Cavab olur D variantı. 166-cı çalışmamızda. Keçək 167-yə. Deməli, üçbucaqdır, tənböləndir, 6-dır, 8-dir, A-dır, B-dir, C-dir. Deməli, nə verir bizə? Perimetrdə 35-dir üçbucaq. BC-ni soruşur. Bax, bura x deyirəm. Düzdür, bura x deyirəm. Mən sizə bir şey deyim də, cəmsi perimetrə bərabər olmalıdır bunların. Düzdür. Yəni, əgər perimetr 35-dirsə, onda AB üstə gələk BC üstə gələk bu 6 ilə 8, 14 bərabərdə 35-dir. Buradan AB üstə gələk BC bərabərdir 21-ə. BC-yə də x demişəm. AB üstə gələk x bərabərdir 21. AB-ni mən 21 çıxaq x kimi görürüm. Gətirib yazıram bura 21 çıxaq x. Ondan sonra tənbölənin xassəsini tətbiq edirəm. 21 çıxaq x bölək 6 bərabərdir x bölək 8. Çarpaz vururam. 6x bərabərdir 8 vuraq 21 çıxaq x. 2-yə ixtisar eləyirəm. 3x bərabərdir 4 vuraq 21 çıxaq x. Buradan 3x bərabərdir 84 çıxaq 4x. 7x bərabər olur nəyə? 84. X bərabər olur 12-yə. Bizdən də zaten BC-ni, yəni x-i soruşur. Cavab olur D variantı. 167-ci çalışmamızda. Növbəti sualımız neçə? 168. Deməli, 168-ə nə deyir? 60 dərəcəli A bucağının tənbölənmə perpendikulyar olan düz xətt. Bir dənə 60 dərəcəli A bucağı var. Bunun tənböləni var. Bunun tənbölənmə perpendikulyar olan başqa bir düz xətt var. Bax, tənbölənmə perpendikulyar gördünüz. Perpendikulyar düz xətt bucağın tərəfindən B və C nöqtəni kəsir. Bunu B-də kəsir. Bunu da C-də kəsir. AB 12'dir. AB 12'dir. Hə, AB 12'dir. Düzdür. BC-ni deyir tap. Tapaq problem yoxdur. Bu 60 dərəcəyi tənbölən deyə bura 30 olur. Düzdür. 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun nəyinə bərabər olur? Yarısına bərabər olur. Yəni nə olacaq bu? Bu olur 6. İndi bu bərabər yanındaq, bununla bu bir-birinə bərabərdir. Müəllim, hardan bildin bərabər yanlıdır? Oradan bildim ki, bu bərabər yanlıdır bu üçbucaq. Yəni AB-nin AC-yə bərabər olduğunu oradan deyirəm ki, bax, bu xətt həm tənböləndir, həm də hündürlükdür. Bir üçbucaqda bu həm tənbölən, həm hündürlük nə vaxt olur? O bərabər yanlı olanda olur. Aydındır. Onda bu həm də mediandır. Onda bura 6-dırsa bu da 6 olur. Onda BC nəyə bərabər olur? BC bərabər olur 2 vuraq 6, 12. Cavab olur C variantı. Baxaq.
169'a. Deməli 169'da nə deyir? ABC üçbucağının daxilində D nöqtəsi qeyd olunmuşdur. Baxın, bu bizim olsun ABC üçbucağımız. Daxilində bir dənə D nöqtəsi qeyd olunub. AD üstəgələk DC 10'dur. Bunu birləşdirək. AD, bax bu da DC. AD ilə DC'nin cəmsi 10'dur. AD üstəgələk DC bərabərdir 10'dur. Deyir AB plus BC cəminin ən kiçik qiyməti. AB plus BC cəminin ən kiçik qiymətini axtarıram. AB budur. BC də budur. Bu cəmin ən kiçik qiymətini axtarıram. Əgər üçbucağın daxilində bir nöqtə qeyd olunub və A-dan bura, C-dən də bura xətt çəkilib yeni bir üçbucaq yaradılıbsa, onda mütləq bu AB ilə BC-nin cəmsi böyük olmalıdır AD ilə DC-nin cəmindən. Düzdür? Çünki bu nöqtə üçbucağın daxilində bir nöqtədir. Və bu üçbucağın bir tərəfi ilə mütləq AC-dir. Yerdə qalan digər iki tərəfin cəmindən AB ilə BC-nin cəmsi AD ilə DC-nin cəmindən həmişə böyük olmalıdır. Onu gətirib yerinə yazsam AB plus BC bu 10 olduğuna görə böyükdür 10'dan. İndi AB ilə BC-nin cəminin ən kiçik qiymətini istəyirsə, ondan böyük olan ən kiçik ədəd neçədir? 11'dir təbii ki. Onda AB ilə BC-nin cəminin ən kiçik qiymətini tapdım. 11. Növbəti nə soruşur məndən? AC-nin ən böyük tam qiymətini cəmini. AC-ni hardan tapım? AC üçün belə bir üçbucaq bərabərsizliyi yaza bilərəm. AC kiçikdir AD ilə DC-nin cəmindən üçbucaq bərabərsizliyi. Böyükdür AD ilə DC-nin fərqinin modulundan. Yəni AC kiçikdir ondan, böyükdür, fərqini bilmirəm nədir, ona görə də fərqinə dəymirəm. Zaten mənə bu fərq olan tərəf lazım deyil, mənə bu tərəf lazımdır. Çünki AC-nin ən böyük qiymətini istəyir. Ən böyük qiymət böyük tərəfə baxılıb tapılır. Ondan kiçik ən böyüyünə götürə bilərəm 9. Bunların da cəmin istəyir məndən. 11 ilə 9'un cəmsi də nə eləyir? 20. Cavab olur 20. 169 olur A variantı. 170'ə baxaq. Deməli 170'də deyir ki, oturacağı AC olan bərabər yanlı ABC üçbucağında bərabər yanlı ABC üçbucağında ACB 72'dir. ACB neçə dərəcədir? 72. Baxın, bura 72 dərəcə. Onda bu üçbucaq bərabər yanlıdırsa, burada 72'dir. Burada qalır 36. 100'dən 144, 180'dan 144 çıxıb təvəbucağını tapdım. Bu da belə AD tənböləndir deyir. Buradan bir dənə tənbölən çəkirəm. Tənbölən çəkən kimi bura olur 36. Burada olur 36. Düzdür. 36 oldusa, onda bu bucaq olur 72. Niyə? Ay müəllim. Çünki bu bucaq 36, bu 72-dirsə 180'dan bunların cəmsini çıxanda bura 72 qalır. Düzdür. İndi baxın, burada 2 dənə bərabər yanlı üçbucaq var. Bir ADC üçbucağıdır. Və AD bərabərdir AC-yə. Bir də ABD üçbucağıdır. Burada da yenə AD bərabərdir BD-yə. Onda belə çıxır ki, AD bərabərdir AC bərabərdir BD. Bunlar üçü bir-birinə bərabərdir. Düzdür? Bəli. AC 10 olduğuna görə onda bu da 10'dur, bu da 10'dur. Onda bu da 10'dur.
Bu zaten 10 verilib. Bu da ne olur? 10 olur. Məndən də AD ilə BD-nin cəmini istəyir. AD də 10 oldu, BD də 10 oldu. Cəmsi olur 20. O da olur yenə A variantı. Növbəti sualımız 171. 171-də deyir ki, ABC bərabər yanlı düzbucaqlı üçbucaqdır. Deməli, bura yaxşı çəkmədim. İndi yaxşı çəkdim sanki. Baxın, bu bucaq 90 dərəcədir. Buradan belə bir xət çəkiblər. Bura 6'dır, bura 2'dir. Bu A'dır, B'dir, C'dir, burada D'dir. Deyir BD'ni tap. Tapaq problem yoxdur. Mən buradan bir hündürlüyü indirəcəm. Bərabər yanlı düzbucaqlı üçbucaqda hündürlük həm median, həm tənbölən, həm də hündürlükdür. Hipotenuz bütöv AC bərabər nə qədər olur? 8. Onda bu BH hündürlük 2 çəkmişəm abi. BH bərabər olur 4-ə. Niyə ay müəllim? Çünki möhtəşəm üçlüyə görə. Həm tənbölən, həm median, həm hündürlükdür. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenuza çəkilən median hipotenuzu yarı bölür, özü də hipotenuzun yarısına bərabər. Deməli, bu da 4'dür. Düzdür. İndi 4'dürsə, bunun qalanı da 4'dür da. Bərabər yanında, həm də medianda. Onda burada 2'dir. İndi buradan BD-ni tapmaq nə var ki? BD-nin kvadratı bərabərdir 4'ün kvadratı üstə gələ 2'nin kvadratı. Buradan BD kvadratı bərabərdir 20'yə. BD bərabərdir kök atda 20. Kök atda 20'dən də nə çıxır uşaqlar? 2 kökdə 5 çıxır. O da olur B variantı. O da belə. Növbəti sualımız 172. 172. Deməli, yenə bir dənə düzbucaqlı üçbucaqdır. Yox, düzbucaqlı üçbucaq deyil, hər hansı bir üçbucaq. Vərdiş elədiyi düzbucaqlı üçbucaq. Deməli ki, ABC üçbucaqdır. Və təpədən bir dənə BH hündürlüyü çəkiblər. Nətər olubsa, deyir ki, C ağırlıq mərkəzidir. Bu gəlib həm də ağırlıq mərkəzindən keçib. Ağırlıq mərkəzi nə deməkdir? Medianların kəsimə nöqtəsi. Deməli, BH həm mediandır, həm də hündürlükdür. Düzdür, hardan o qərara gəldim? Hündürlük olduğunu zaten özü göstərir, deyir. Ağırlıq mərkəzindən keçibsə, o həm də mediandır. İndi üçbucaqda bu xətt BH həm hündürlük, həm median hansı üçbucaqda olur? Təbii ki, ən azı bu bərabər yanlıdır. Tamam, bərabər yanlıdırsa, bura 5'dirsə, onda burada 5 olacaq. Burada zaten 4'dür. Ona mən BH-ı tapa bilərəm. BH-ın kvadratı üstə gələk 4'ün kvadratı bərabərdir 25. Yəni 5'in kvadratı. Buradan BH kvadratı bərabərdir 9'a. BH olur 3. Düzdür. Məndən də BC-ni soruşur. Mən də bilirəm ki, median, bu xət mediandır, tamam. Median təpədən başlayaraq 2'nin 1'ə nisbətində bölünür. Yəni 2K burasıdır, K da burasıdır. Cəmsi də 3 olduğuna görə 2K üstə gələk K bərabərdir 3'ə. 3K bərabərdir 3'ə. K 1'dir. Məndən də BC-ni soruşduğuna görə, o da 2K olduğuna görə 2 vuraq bir cavab eləyir 2. Cavab olur C variantı. Axıra maraqlı suallar atıblar. 173. Baxaq 173-ə. Belə bir düzbucaqlı üçbucaqlı uşaqlar. Adı A, B, C üçbucaqdır. Buradan bir xətt çəkilib. Bura D'dir, bura 4'dür, bura C'dir, bura A'dır. Gəlin oxuyaq görək birinci bizə nə deyir. Bu tənböləndir.
bizim çəkdiyimizdə oxşamadı bu tənbələnə. Gəlin elə çəkək ki, bu tənbələnə oxşasın. Yenə oxşamadı. Nəsə, bax bu tənbələndir. 4 C-A. Deməli, BD tənbələndir, AD 4-dür, AB C-dir, BC A-dır. Düzdür. BC A-dır və A çıxılsın C bərabərdir 3-ə. A çıxaq C bərabərdir 3-ə. Olarsa DC-dir neçə santimetrdir? DC bərabərdir sual. Gəlin əvvəl belə bir işarələmə aparaq biz sizlə. Əgər mən C-yə bir X desəm, bax C-yə bir X desəm, gətirib burada bunun yerinə X qoysam, onda A bərabər olacaq 3 üstə gələk X. A bərabər olacaq X plus 3. Düzdür. Bunda belə. Biz DC-ni axtarırıq. DC-yə də bir dənə deyirəm M. Düzdürmü? Tənbələnin xassəsinə görə X bölünsün 4 bərabərdir X plus 3 bölünsün M. Yaza bilərəm. Pifagor teoreminə görə isə X-in kvadratı ilə 4 plus M-in kvadratının cəmsi X plus 3-ün kvadratına bərabərdir deyə bilərəm. Düzdür. 2 dənə bax belə bir ifadə aldım. Başqa çarə görmədim burada. Nə edə bilərəm? Heç nə. Buradan XM çarpaz vuraram. Bərabərdir 4x plus 3. Düzdürmü? Buradan XM çıxılsın 4x bərabərdir 3-ə. X-i ortaq vuruq kimi çıxarsam M minus 4 bərabərdir 3. Buradan X bərabərdir 3 bölünsün M minus 4. X üçün belə bir ifadə aldım M ilə bağlı. Gəlib indi bunu sadələşdirim görüm nə alınacaq. Açıram X kvadratı üstə gələk müxtəsər format üstürüdür. 16 üstə gələk 8M üstə gələk M kvadratı. Bərabərdir X kvadratı plus 6X plus 9. Düzdürmü? Hər iki tərəfdə X kvadratlar gedəcək çünki eyni işarəlidir. Bir tərəfə keçidən də gedir. Sadələşdirsəm M kvadratı üstə gələk 8M 9-u bu tərəfə keçiləndə 16-dan çıxanda 7 qalacaq. 6x keçir bu isə mənfi 6x. Burada da nə qalır? 7 bərabərdir 0-a. Düzdürmü? İndi mən onsuz da M axtarıram da. X-in bu qiymətin M ilə bağlı. Gətirib qoyuram yerinə əvəz etmə. M kvadratı üstə gələk 8M çıxılsın. 6-nı vuracam nəyə? 3 bölünsün M minus 4-ə. 6-nı vuracam 3 bölünsün M minus 4-ə. Burada başqa X qalmadı ki. Nəsə səhv eləmədik. Ümid edirəm ki. Heç nə. 6-nı 3 bölünsün M minus 4-ə vuranda olur. 18 bölünsün nə? M minus 4 üstə gələk 7 bərabərdir nəyə? 0-a. Düzdür. İndi buradan da hamısını M minus 4-ə vurub və yaxud da belə eləyə bilərəm da M kvadratı plus 8M plus 7 bərabərdir 18 bölək M minus 4. Çarpaz şəkildə vursam bunun məxrəci 1-dir. Bu da M minus 4-dür. Olacaq M kvadratı plus 8M plus 7 vurulsun M minus 4 bərabərdir 18-ə. Vurub açanda nə olacaq? Birincinin kvadratı yox, o yoxdur. Deməli, məcbur vurub açmalıyam. Olacaq M kvadratı kubu. M kubu minus 4M kvadratı 8M kvadratı minus 32M
plus 7m minus 28 bərabərdir neçəyə? 18-ə. Düzdürmü? Hardasa səhv elədik deyəsin. Bizə dəqiqə. Bəli, səhv eləmişik. Burada səhv eləmişəm əvəz etmədə. Qaydırıq əvvələ. Biraz vaxtımız alacaq bu çalışma. Olsun, diqqətli olaq. Ayrı-ayrı rənglə yazım ki, qarışmasın. Bax, çarpaz vuranda xm bərabərdir 4x plus nə? Xm bərabərdir 4x plus 12. Buradan x'i bu biri tərəf atanda nə olur? Xm çıxılsın 4x bərabər olur 12-yə. X'i ortaq vuruq kimi çıxardanda m minus 4 bərabər olur 12. Buradan x bərabərdir 12 bölək m minus 4. Bu belə. Keçirəm indi bu birinə. Bunu açıram, bax bunu. Birincinin bu kvadrat var da, düzdür. 4 minus m kvadrat asanda 16 plus 8m plus m kvadratı bərabərdir x kvadratı plus 6x plus 9. Hər iki tərəfdən x kvadratını silə bilərəm. Çünki bir tərəfə keçəndə əks işarəli olacaq. Digər tərəfdən buradan m kvadratı plus 8m plus 16 çıxılsın 6x və çıxılsın 9 bərabərdir 0. Bir tərəfə keçirdim. M kvadratı plus 8m minus 6x plus 7 alınır. Bərabərdir 0. Buradan m kvadratı plus 8m çıxılsın. 6'nı vuracam. Bunu qoyuram yerinə də, bu x-in yerinə. Aydındır. Onda olur 72 bölünsün m minus 4. Üstə gələ 7. Bərabər nəyə? 0. İndi bir hamısını m minus 4'ə vuracam həddlərim. Bu m minus 4'ü. Ya da ki, belə eləyə bilərəm. Bax, m kvadratı plus 8m üstə gələ 7 bərabərdir. 72 bölünsün m minus 4'ü təkcə keçirdirəm bu tərəfə. Bunu məxrəc 1 kimi yazıram. Çarpaz vuranda m minus 4 vuraq m kvadratı plus 8m plus 7 bərabərdir 72 olur. Düzdürmü? Vurub açanda nə olur? Diqqətlə, səbirlə m kvadratı plus 8m kubu 8m'in kvadratı plus 7m minus 4m kvadratı minus 32m minus 28 bərabər 72. Sadələşdirəndə m kub plus 4m kvadratı minus 25m 72'ni də bu tərəfə keçirdəndə mənfi 100 alınır. İndi bunu vurğulara ayırıb həll eləyərəm də kub tənlidir. M kvadratını ortaq vurğu kimi çıxarsam burada m plus 4. Burada mənfi 25'i çıxarsam m plus 4 qalır. Bərabərdir 0. Təzədən m plus 4 hər ikisini də eynidir çıxarsam burada qalır m kvadratı çıxaq 25. Bərabərdir 0. Hasilin 0 olması için m plus 4 bərabərdir 0. M bərabərdir mənfi 4. M kvadratı minus 25 bərabərdir 0. M kvadratı bərabərdir 25. M bərabərdir müsbət mənfi 5. Yəni bir dəfə müsbət 5, bir dəfə də m mənfi 5 olur. Baxın, mənfi 4-dən söhbət gedəməz, mənfi 5-dən söhbət gedə bilməz. Çünki tərəfdən parçadan söhbət gedir. Ona görə də sağ olun, sağ olun, sağ olun. M olur 5. 5 də nə variantıdır? 5 də C variantıdır. Yəni bu çalışma kifayət qədər uzun çəkdi. Uzun çəkmə səbəbi də nədir? Uzun çəkmə səbəbi. Uzun çəkmə səbəbi odur ki, burada sistem təminliyi alındı. Özdə 2 dəyişənli yüksək dərəcəli sistem təminliyi alındı. Əgər sizin başqa təklifiniz olsa, mən görə bilmədim sözünüzü. Bunu gördüm, bununla həll elədim. Siz başqa cür görsəz əgər yorumlarda, rəylərdə yazarsınız, baxarıq. Belə.